Hamınıza salam dostlar. Bugün sizə Brawl Stars'ta çok iyi oynadığım oyunu göstereceğim. Beğenici videolar için kanala abone olup beğenmeyi unutmayın. Axırda sizə hədiyələr gələcək. Başlayırıq. Deməli, əslində oyunu bitirdim, sonra izlədirəm. Bilmirdim beləncə ki oyun gələcək. Deməli, burada başlayırıq oyuna. Burada çox yaxşı oynaya bilmədim. Çox pis oynadım burada. Bir də bunu proqramdan eləmişəm deyə belə video kimi görünür. Buradakı Dynamite Cobra mənəm. Deməli, ultimi atıram ortaya, bombanı. 3v1 atıram burada. Və gedirəm qabağa, topu götürmürəm. Çünki onların qapısını dağıtmaq istəyirəm. Görürəm ora adamlardan da olsun, qalxansız adam. Görürəm bir Edgar oradadır, vururam. Canını azaldıram, ultinin yarısını doldururam. Burada aksesuarı basıb qapıya gedən Edgar'ı vururam. Qoymuram qol vursunlar. Sonra buradan ulti ilə atacaqdım. Şansımı yoxlayırdım. Gördüm, ata bilmədim. Burada bir pis hərəkət elədim. Ulti də boşa getdi. Burada görürəm Angelo təkdə çıxıram qapıya tərəf. Qol vurdum. Deməli, ikinci oyunumuzda. Deməli, burada isə gəlirlər biz tərəfə. 3v1 atıram həmişə kimi. Bu dəfə dondurub atıram. Deməli, gedirəm qapıya tərəf və səliqəli qol atıram. Sağ olun dostlar, kanala abunə olun. Bu da sizin hədiyyəniz.